Belə bir münasibətlərin şahidi hamımız olmuşuq. Bəlkə sizin öz hal-hazırda münasibətləriniz belədir. Yəni çox burada konfliktlər var, davalar var, bir-birini anlamamaq var, amma qopa da bilmirlər bu insanlar. Bir arada da onlara çətindir, qopmaq da çətindir. Toksik münasibətlər nədən adlandırırlar bu münasibətləri? Çünki asılılıq üzərindən qurulub. Görürsüz ki, sizə acı verir, ağrı verir, çətindir, daşıya bilmirsiniz. Daha çox dərd verir, daha çox kədər verir, daha çox acılı anlar verir, nəinki xoşbəxtlik. Yəni xoşbəxtlik orada gec olur. Özünü gözəl hiss eləyəsən bu insanla birgə, özünü rahat hiss edəsən, özünü güvəndə hiss edəsən, bu nadir hallarda olur və əsasən də bu elə bilin bir illüziya olur. Yəni doğrucu əsl gözəl bir münasibət adlandırmaq olmaz bunu və nədən bu münasibət asılılıq sayılır? Kökündə nələr durur, bu münasibətlərdən çıxmaq və yaxud bu münasibətlərdə qala-qala o münasibəti necə şəfalandırmaq, düzdür də, yəni burada müxtəlif insanların birləşməsi ola bilər. Hər halda toksik münasibətlər ancaq o insanlar arasında yaranır ki, kimlərdə az-çox həyatda aldıqları travmalar, yəni ki, həyatlarında onların bəlirlənmiş o öz dəyər az-çox eynidir. Yəni kənardan hər ikisi çox öz dəyəri yüksək, özgüvənli görsənə bilərlər və yaxud biri çox özgüvənli, digəri daha az özgüvənli, daha belə, hələ bir onun yanında sönük, sakit, ağzında dili olmayan. Amma yəni cütlüyü biraz müşahidə etmək bəs edir ki, təxminən anlayasan ki, onların həyatında nələr baş verir, onların münasibətində əsasən nələr baş verir. Yəni toksik münasibətlərdə nə olur? Həqiqətən çox orada drama var, orada çox göz yaşı var, orada çox stres var, orada çox giləy-güzər var, orada gözləntilərin bir tərəfdən aşırı olması, birinin gözləntiləri aşırı çoxdur, o birinin gözləntiləri həqiqətən də çox azdır. Və burada gözləntilərdə də balans pozulmuş olur, tələblərdə də balans pozulmuş olur. Ona görə də anlaşılmazlıqların həddi aşır, çox olur. Məsələn, normal cütlüklərdə tutalım da ayda bir dəfə, 2 dəfə olsun anlaşılmamazlıq və onları sakit yolla hər ikisi çalışır çözsünlər, danışıq yolu ilə, yəni bir-birinə əvəz çıxmaqlar var toksik münasibətlərdə. O elədi, mən də eləyəcəm, o bir elədi, mən 5 eləyəcəyəm. O mənimlə bir gün danışmadı, mən onunla 10 gün danışmayacağam. O mənim üçün bunu eləyə bilərdi, gözləntisindəyəm məsələn. Fikirləşir ki, bu mənim üçün bunu eləyə bilərdi, amma eləmədi. Mən də vaxtı gələndə, o bunu gözləyəndə, müəyyən gözlənti içərisində olanda mən də eləməyəcəyəm. Yəni burada hər zaman deyirəm ki, yəni ümumiyyətlə insan həyatında nə isə tutalım karyerasıdır və yaxud şəxsi münasibətləridir, yolunda getmirsə, hər nələrsə daim yolunda getmirsə, deməli biz orada deyə bilərik ki, yəni insanın özü ilə olan münasibəti də toksikdir. Özü ilə olan münasibəti qeyri-sağlamdır, qeyri-stabildir. Və əlbəttə ki, özü ilə xoş münasibətdə, özü ilə daim savaş halında olan insan, əlbəttə ki, bir başqasına da huzurlu bir münasibət bir başqası ilə yarada bilməyəcək. Ümumiyyətlə, bir çox insanların, bir də görürsən ki, məsələn, həyatında bütün başqa sferalarda, hələ karyera məsələn olsun, dostluq münasibətləri olsun, yəni həyatında hər bir şey az-çox qaydasında gedir, amma münasibətlərdə daim böyük bir gərginlik yaranır, gec-tez, 1 ay sonra, 5 ay sonra, yəni ki, fərqi yoxdur münasibətlər həyatında nə qədər olursa olsun.
Toksik münasibətləri, yəni insanlar bir-birlərini həqiqi mənada o insanlar ki, kimdə yəni rədd edilmə, imtina olunma travması olan insanlar, məsələn də elə narsistləri götürək, narsistlər, borderline, isterik şəxsiyyət pozuntusu, asılı, həm asılı. Yəni bu insanlar bir-birlərini dəhşətli dərəcədə çəkirlər. Yəni bu həqiqətən də bir maqnit kimidir, bir hələ bir puzzle-ın müxtəlif hissələri kimi, yəni onlar bir-birlərini tapırlar, yaxınlaşırlar, birləşirlər və bütün bax bu insanlarda əslində çox güclü şəkildə münasibətlərdə başlayanda bitişmə, birləşmə olur, çox kəskin. Yəni 7-24 əvvəlcədən münasibətlərin əvvəlində çox vaxt bu insanlar, yəni ki, o deyirlər, canım, cicim, ürəyim, həyatım, ay sənin kimi insan heç həyatımda hələ görməmişdim. Sən mənim üçün bir möcüzəsən, sənin gəlişinlə həyatım tamamən dəyişdi. Sən mənim həyatımı çox rəngləndirdin. Ondan qabaq mənim həyatım çox boş idi, mənasız idi, rəngsiz idi. Yəni toksik münasibətlərdə çatışmayan hər zaman o olur ki, əsasən hər kəs öz ağrısını, öz acısını, öz narahatçılığını, öz şikayətində fokuslanır, nəinki qarşısındakı. Bu insanlarda tutalım narsist, borderline, qaçınan, sonra isterik şəxsiyyət tipli insanlar, yəni onlar münasibətlərinə zərər gətirdiklərini, münasibətlərinə zəhər gətirdikləri, münasibətlərini elə bil ki, bütövlük yaratmaqdansa parçalamağa meyilli olduqlarını yəni sezmirlər, hiss etmirlər. Onlar üçün o qaranlıq qalır. Çünki emosional fon onlarda o qədər daim gərgindir ki, o qədər orada ego da həssasdır. Yəni ki, bütün bu pozuntularda ego da həssasdır, sinir sistemi də daim demək olar ki, gərgindir. Bu insanlar üçün yəni ki, həyat həqiqətən də hər zaman münasibət bir böyük mücadilədir. Münasibət bir oyun kimidir. Yəni münasibətdə hər zaman onlar, yəni ki, narsist üçün necədir? Yəni mütləq ki, mən qalib gəlməliyəm. Niyə onlar yalanlarını boyunlarına almırlar? Çünki onda uduzmuş kimi görür özünü. Yəni mən özünü zəif görür. Onlar zəifliyə ümumiyyətlə tab gətirmirlər. Nə özlərində bir zəiflik görəndə onları çox yəni görünüşcə belə muskullar, aşırı belə idmançı, bilirsiniz necə? İdmanla məşğul olmaq yaxşıdır, normaldır. Amma bunu, yəni sən artıq öz sağlamlığına zərər verirsənsə, yəni burada patologiya var da, yenə də burada bədənlə kontakt pozulub, yəni ki, özünə verdiyi zərərin fərqində olsa belə, yəni buna davam edir ki, çünki onun üçün görünüş, onun üçün təəssürat yaratmaq önəmlidir. Yəni o təəssürat onun bir əslində qorunmasıdır. O təəssüratı yaradır ki, özünü bir çox şeylərdən qorusun. Yəni ki, baxın mənə. Yəni mən fərqliyəm, mən başqa cürəm, mən hamı kimi deyiləm, məni başqaları ilə səhv salma. Bildinizmi necə? Yəni baxın, əslində münasibətlərin ağır, çətin olmağı hər zaman bundan irəli gəlir ki, yenə də ego insanda zəifdir, həssasdır. Öz dəyərdə deyək ki, çox həssasdır, çox zəifdir. Və ona görə orada adi bir söz, adi baxış, gec qalmaq, vaxtında zəngə cavab verməmək, gec cavab yazmaq mesajlarda və yaxud tutalım onlayn olub, tutalım ki, deyir ki, sən onlaynsan, amma girmisən mənə o an yazmadın. Demək ki, başqası ilə burada güvənsizliyin aşırı olması. Çünki bütün bu pozuntulara yetərincə güvən verilməyib uşaqlıqdan. Özlərini güvənilir bir atmosferdə hiss etməyiblər. Yəni mən yəni onların öz dəyəri daim bir təhlükə içində olub. Çünki onların öz dəyərlərini hələ bil hər zaman böyüklər tərəfindən ailə içində bir
ataka olunub, bildiniz necə, zərbə altında olub hər zaman. Ona görə də, yəni bu insanlar, məsələn də yenə deyirəm, narsistləri götürək. Narsist əslində niyə narsistlə tanış olan, münasibət yaradan, ailə həyatı quran insanlar get-gedə çökürlər, get-gedə çökürlər. Yəni müxtəlif psixosomatik xəstəliklər də yaranır, pozuntular da, panik ataklar, nə bilim OKP, somatoform pozuntu, yəni nevrozlar. Niyə yarana bilirlər bunlar? Niyə insanda psixoloji durumunda dəyişiklik olur? Çünki narsist özündə olan gərginliyi faktiki olaraq ötürür o biri başqa adama. Narsist artıq bu cür formalaşıb, artıq o bunlarla bir cür baş edir. Bu ağrıyla, bu sızıyla, bu öz dəyərin bu cür həssas olmasıyla. Amma o qarşısındakının öz dəyərini o vəziyyətə gətirib çıxarır. Həm də niyə gətirib çıxara bilir, eləyə bilir? Çünki qarşısındakı insanın da əvvəlcədən artıq onunla tanış olanda öz dəyəri artıq çox hələ zəif idi. Yəni o cür zəif öz dəyəri yerlə bir etmək çox asandır. Bildinizmi necə? Amma narsist məsələn uşaqlıqdan artıq uşaqlıqda öz dəyəri necə olur? Axı o hələ heç formalaşmış olmur. Yəni o formalaşdıqca necə deyim sizə? Başdan ayağa müxtəlif qoruma mexanizmları ilə formalaşır. İqnor etmək, acılamaq, ələ salmaq, özünü hər daim üstün tutmaq, sonra nə? Aldatmaq, yalan danışmaq, olanları başqa cür göstərmək, baş verənləri, yəni ki, əslində hadisə belə cərəyan edib, amma deyir ki, yox, heç qətiyyən elə olmamışdı. Lap gözünüzlə gördüyünüz bir şeyi bir şəkildə ona bir don geyindirirlər. Nədən? Çünki uduzmamalıdır burada. Uduzsa o, yəni ki, həqiqi əməlli bir xroniki depressiyaya düşə bilər. Bildinizmi necə? Yəni ona görə faktiki olaraq narsist özündə olan halı bir ömür ki daşıyır bu vəziyyəti, bu ağırlığı. Yəni narsistlərin hamısı faktiki olaraq onlarda deyilən odur ki, posttravmatik stres pozuntusu da hamısında onların var. Yəni klassik narsist, pervers narsist. Yəni travma sonrası stres. Bildinizmi necə? Və təsəvvür edin bir ömür boyu. Yəni həqiqətən də onlardan biz danışırıq, eləyirik. Amma deyək ki, yəni nümayiş etdirdikləri həyat başqadır. Çox çalışırlar, göstərsinlər ki, hər şey gözəldir, superdir. İstər Instagramda, paylaşımlarında, istər dostlar arasında, lovğalıqda, rəfiqələr arasında. Amma daxillərində həqiqi bir cəhənnəm var. Daxillərində daim bir odun içində yanırlar. Və o odu paylaşır ki, verir ki, və bunu hər zaman kimə verə bilir? Kim ki o odu qəbul edib o odun içində qala bilir. Onu da kim eləyə bilir? Kimin ki hələ əvvəlcədən öz dəyəri aşağı idi. Kim ki deyir ki, kim ki narsisi özündən güclü bir varlıq kimi, güclü bir insan kimi görür. Və düşünür ki, mən bunun yanında batmaram, mən bunun yanında heç olmaram. Ona çox arxalanır. Halbuki narsistdə görüntü odur. Daxildə o deyil. Görüntüdə odur, düzdür, həyatında başarılar, bir çox şeylər ola bilər. Amma narsist niyə get-gedə zəhərləyir? Çünki bu zəhəri harasa çıxarıb tökməlidir. Çünki o onun içində qaldıqca ona tab gətirmir. Ona görə daim bir partnyor getdirsə, biri ilə boşandırsa, tez bir zamanda başqası ilə niyə evlənir? Çünki onun kiməsə tökəcəyi, kiminsə üstünə tökəcəyi aqressiyası olmalıdır. Yəni burada xəyanətlər, burada aldatmaqlar, burada cürəbəcür, yəni maliyyə cəhətdən fərqi yoxdur. Fərqli variantlarda burada hər şey mümkündür. Yəni bu insana bir çox şeylər yaşatdırır ki, görüm sınayım, buna da dözürmü, ona da dözürmü. Yəni o cür insanın hələ bir güvənini yoxlayır, amma o cür güvəni yoxlaya o insanı bərbad bir vəziyyətə salır əslində. Yəni çökür. O insan da çöktükcə, narsist onun zəifliyini gördükcə, narsist ondan elə bilin mənəvi olaraq da iyrənməyə başlayır, belə ona elə baxır ki, bu nədir belə, sən əvvəl belə deyirdin, gör nə vəziyyətdə düşmüsən. O insan məsələn tutalım da emosional aclıq var. Narsist axı emosional kasad insandır, ötürə bilmir sevgi, ötürə bilmir də bir çox şeyləri ötürmür. Qayğı verə bilmir heç nə də. Və bu insan çökür, tutalım emosional aclıq yaşayır. Ola bilər onun yeməkdən, içməkdən ya kəsilsin, tutalım anoreksiya da ola bilər. Və yaxud aşırı çox yesin, tutalım piylənmə olsun, düzdürmü? Deyir sən gələndə, biz səninlə tanış olanda sən
tamam başqa cür, yəni vitfason deyirlər, görünüşdə idin. İndi sən necəsən? Görünüşünə ələ salır, deyir get bir özünə bax. Sən belə deyildin, sən elə deyildin. Həqiqi mənada bilmir ki, onu özü bu vəziyyətə salıb, bu hala salıb, bu cür vəziyyətə gətirib. Yəni narsist əslində hələ bil sınayır da görüm, yəni sındıra bilirsə vəssalam o insan maraqsız gəlir ona. Amma sındıra bilmədiyi insanlar o insan ki, həyatında onu möhkəm elə qalır, möhkəm, möhkəm, möhkəm. Həqiqi mənada bu əslində demək olar ki, çox nadir hallarda rast gəlinir. Çünki narsistlə bir ömür boyu qalıb həyatına davam etmək istəyən insan əgər burada sağlam tənqidə malikdir, varsa bu bacarıq onda görür ki, bunu konkret olaraq gözünün içinə baxa-baxa, yəni hər bir şey eləyirlər də, hər bir pisliyi. O insan yəni uzun çəkmir də orada bu münasibət. Nə olursa olsun burada qopma tez baş verir. Yəni tənqidi bacarığı yüksəkdirsə, orada artıq özdəyər də gözəl olur da, yəni yerində olur. Yəni baxın belə, bu klaster B-yə məsələn də daxil olan isterik, borderline, narsist, sosiopat, yəni ki, bunların həyatı daim dramalarla o yüzdən doludur. Yəni sosiopat düzdür, biraz onlardan da çox fərqlidir, biraz daha çətindir, biraz daha ağır formadır. Yəni geri qalanlarında fərqli variantlarda empatiya var da, fərqli koqnitiv olsun. Məsəl üçün də narsistdə ancaq koqnitiv empatiya mümkündür də. İsterikdə empatiya var, duyğusal olaraq var, emosional olaraq var, borderline-da var. Amma sosiopatlarda yoxdur. Sosiopat ümumiyyətlə konkret istifadə obyekti kimi baxır insana. Konkret ondan nə ala bilər? İntim münasibət, mal dövlət, pulu, karyerası, onun belə yüksək vəzifələrdə olan insanlarla əlaqələrini bəlkə istifadə etmək üçün. Hər nə etsə, yəni konkret istifadə obyekti kimi baxır insana. Baxın belə, yəni toksik münasibətlər əsasən belə insanların həyatında rast gəlinir də. Məsələn, şizoid insanlarla da çətindir yaxınlıq qurmaq. Çünki onlar özləri ümumiyyətlə yaxın münasibətlərdə qalmaq onlarda çətinliyi var. O da faktiki olaraq toksik münasibət sayılır. Şizoid insanlar, şizotipik insanlar, onlara onların da çox ehtiyacı var yaxın münasibətlərə, amma çox yaxınlığa tez-tez danışasan, görüşəsən, söhbət edəsən, vaxt keçirəsən. Yox, onlar əsasən özləri ilə təkbətək vaxt keçirəndə daha komfort, daha gərginlikləri az olur. Yəni belə baxın, yəni bax bu insanlar yenə də bax qaçınan, asılı, həmasılı, isterik, narsist, borderline. Baxın bu insanları götürəndə nevrotik hələ insanları da götürsək də, nevrotik insanları çünki əsasən narsist kimi insanlar seçir, borderline kimi insanlar seçir və ona görə də burada belə necə deyim sizə, bir-birlərini hələ belə məhv etmə gedir də. Narsist əlbəttə daha çox məhv edici qüvvədir. Ümumiyyətlə narsistdə, sosiopatdır. Bunlar sosial yırtıcı hesab olunurlar. Yəni elə bil meyvəni necə saf çürük eləyərsən, tutalım ki, bir qab meyvədir, oradan çürükləri götürüb tollayırsan, atırsan, tutalım da nəysə mürəbbə bişirəcəksən, nəysə eləyəcəksən, nəysə istifadə eləyəcəksən də yaxşılarını götürürsən də oradan, düzdürmü? Yəni sosiopatlar, narsistlər də elə bil bu dünyada nə ilə məşğuldurlar? Bunları, yəni ki, zəifləri götürüb baxırlar, yoxlayırlar, görüm nədir, necədir, nə deyil, baxır içinə, istifadə edir, yəni ki də hələ bil əlləşdirir, baxır, görür, yox, yarımır bu və atdı, getdi kənara, bildiniz. Ola bilər həyatında saxlayır, amma həyatında elə saxlaya bilər ki, o artıq çox zəifləmiş bir insanı, ona görə ki, yəni onun qulluğunda durur. Onun hər bir məsəl üçün fərqli cürəbəcür məişət ehtiyaclarını ödəyir. Bildinizmi necə? Hansısa bir ehtiyacları ödənilir də və o insanın artıq, yəni narsist kimi insanların yanında adətən necə insanlar qalır, davam edir. Yəni getmə imkanları yoxdur. Narsist o qədər artıq onu asılı vəziyyətdə saxlayıb ki,
ya asılı olduğundan getmir, maddi, mənəvi, emosional, duyğusal və yaxud qorxusundan da getməyə bilər. Qorxu da çox insanı uzun müddət bir münasibətdə saxlaya biləcək bir qüvvədir əslində. Yəni qorxur ki, gedərəm, çıxaram, məsəl üçün uşaqlarımı da götürərəm. Bu insan sonra gələr məndən evladlarımı alar, bilir ki, buna qadirdir. Bilir ki, vəziyyəti, situasiyanı elə çevirər ki, onda elə bir aqressiya yaradar ki, həmin insanda, hansı ki, getmək çabasındadır. O ona xəsarət yetirər, sonra deyər ki, məsələn, polisə verər ki, baxın, bu insanın psixoloji sorunları, problemləri var, mənə hücum elədi, neynədi? Yəni onu pis şəkildə, pis vəziyyətdə təqdim edə bilər insanlara. Yəni faktiki olaraq neynir? Özü çatdırır o dərəcəyə ki, bu oyunu aparır ki, məsələn, evladlarını əlindən ala bilsin. Yəni gedirsən, elə eləyəcəyəm ki, o rahat gedə bilməyəcək. Onun bir canı burada qalacaq, məsəl üçün. Bildinizmi necə? Yəni elə belə heç vaxt da narsist həyatından zərər vurmadan heç kəsi buraxmaz. Yəni özü çıxıb gedirsə o başqa, amma bir insan özü getmək istəyirsə, yəni narsist deyir ki, oyunu mən bitirə bilərəm, sən yox. Oyunu məsəl üçün o biri digər tərəf bitirirsən, narsistdə bu nədir? Mən uduzdum deməkdir, mən zəifəm deməkdir, onu da qəbul edə bilmir. Yəni elə eləyir ki, sən mənim gözümdə zəif bir insana çevirdin, mən də indi səni həqiqi mənada zəif bir insan edəcəyəm və fərqli-fərqli zərbələr vura bilər ondan. Yəni baxın, toksik münasibətlər müxtəlif olur, fərqli-fərqli olur. Baxır hansı kateqoriya insan, hansı insanla burada birləşib. Burada bir ittifaq yaradıblar da, belə deyək. Hə, toksik münasibətlərdən çıxmaq, yəni ki, insan görəndə ki, yəni illərdir də dəyişən bir şey yoxdur. İllərdir, uzun müddətdir. Yəni biz hələ buyuq, bizdə heç nə dəyişmir, bizdə hər şey pisə doğru gedir. Yəni o insanların karyeraları da heç necə deyim sizə, həyatda hər ikisi də yəni ki, bir-birini dağıdan bir insanlardırlarsa, yəni həyatda öz sözlərini deyə bilmiş insanlar ola bilməyəcəklər də. Ya ikisi, ya biri. Bu 100% belədir. Yəni ona görə çox vaxt bu münasibət, ya hər iki tərəf tutalım ki, həqiqi mənada ciddi şəkildə bəlkə 1 il, 2 il, amma uzun müddət terapiya keçirlər. O, yəni ki, cütlük terapiyası da, ailə terapiyası, cütlük terapiyası. Ya o cür, yəni ki, o cür hardasa burada xilas etmək olar bu münasibətləri. Və yaxud aralanıb hər insan özündən daha, necə deyim sizə, öz dəyəri daha belə oturmuş, daha möhkəm, daha belə özgüvəni yetərincə olan bir insanla münasibət yaratması. Yəni və yaxud tək yaşaması ümumiyyətlə bu insanın. Yəni çox ciddi münasibətlər qurmadan bir müddət, uzun müddət və özünün belə daxilinə bir enməsi, bir görməsi, təkrarlanan hadisələri, təkrarlanan ağırlı, çətin, acılı situasiyaları. Yəni mütləq ki, burada sikllar var. Mütləq toksik münasibətlərə hamısı sikl üzərindən qurulub. Hər zaman təkrarlanan şeylər var burada. Gərginlik yaranır, gərginlik gətirir, çıxarır, sonra bir sakitləşmək, barışmaq olur. Nə isə bir baş verir orada və gərginlik yatışır. Sonra yenə də üzü gərginliyə doğru gedirlər. Baxın, belə fırlanırlar gərginlik və hələ bilən rahatlaşma da, belə deyək. Huzur, gərginlik, huzur, huzur, gərginlik, huzur, gərginlik. Və huzur çox pis necə olur? Çox belə əsl, normal əllə tutulacaq bir huzur deyil də, belə qondarma kimi bir huzur. Belə yalandan bir-birinin üzünə gülmək kimi bir şey olur, faktiki olaraq da.
ya bir tərəf yalandan o birinin üzünə gülür. Nəyəsə görə elə bilin ki, həyatında saxlayır, yola verir, tutubca həyatında ki, qalsın. Müəyyən səbəblərdən bu insana lazımdır. Belə bu qədər. Yəni toksik münasibətlərdə olmaq insanın çox enerjisini alır. Psixi enerji hədsiz gedir ora, düşünmək, fikirləşmək, o mənə bunu nədən elədi, niyə dedi, mən indi necə cavab verim, o mənə bu zərbəni vurdu, mən necə eləyim ki, mən də cavabını da verim və yaxud mən susum, danışmayım, ya susmağına çox enerji gedir, psixi enerji, dözməyinə çox enerji gedir və elə bil əl qol sınır, yəni ki, yanında qalır da, elə bil yanına düşür insanın. Yəni psixi enerjisini toksik münasibətlər hər iki tərəfin çox dəhşət aparır. Yəni ki, sənin bütün günü yəni gərginlik axı çoxdur toksik münasibətlərdə, düzdür? Gərginlik çox olan yerdə sən istər-istəməz orada ilişib qalırsan. Orada ilişib qalırsan, o deməkdir ki, yəni sən düşünürsən, niyə, nədən, haçan belə oldu, haçan bu münasibət bu vəziyyətə gəldi, çatdı, necə oldu, axı hər şey yaxşı idi, məsələn 5 il qabaq, 10 il qabaq, 20 il bundan qabaq. Yəni baxın belə. Yəni toksik münasibətlərdə olub zərər almamaq faktiki olaraq qeyri-mümkündür də. Ona görə hər iki tərəfində fərqindəliyi çox olması, öz üzərində çalışmaq çabası varsa, bu münasibətə doğrudan xilas etmək istəyirlərsə, amma hər iki tərəf, yəni tək bir tərəf də təsir göstərə bilər münasibətə müəyyən dərəcədə. Amma orada fərqindəlik hələ bir iki insanın yerinə olmalıdır da, bir insanın yerinə biraz bu az olacaq. Yəni onun yerinə də sən elə bir düşünürsən. Yəni yenə də bu ağırdır, yenə də çətindir. Ancaq bir tərəfin üzərinə elə bir bu yük düşürsə, bu fərqindəlik daim hələ bir fərqindəliyini daim tetikdə saxlamalıdır da, elə bilin ki. Yəni daim elə bir gözü açıq olmalıdır da. Yəni bu insan elə bir yatmır da, oyaqsan bütün vaxt. Baxın belə. Çox nələr hələ əlavə etmək olar, nələr danışmaq, amma ki belə bu qədər. Bu günlük burada dayandıracağam. Çox hələ bu mövzulara qayıdacağam yenə də. İnşallah. Oldu, görüşərik. Sağ olun.